dərsi təqdim edərkən Aslanlarımın Günel Əkbəri deyə təqdim elədim. Nəyə görə aslanlarım? Aslana baxanda gözünüzün qarşısında nə canlanır? İlk dəfə viral olanda nə düşündünüz? Mən məşhur oldum artıq, yoxsa? Yox, elə bir duyğu düşünüb maraqlı sualdır. Şagirdləriniz sizi sevirlər həqiqətən də, bu bəllidir. Bəs qorxu necə, varmı? Qorxusuz həyat varmı? Məncə də yoxdur və olmamalıdır. Kameranı söndürdükdə Günel xanım necə bir insandır? Bu kameranı yoxsa sinifdəki kameramı? Ən dəcəl şagirdiniz indi siz izləsəydi, ona nə deyərdiniz? Bir neçə şagirdim. Onlara demək istəyirəm ki, uşaqlığınızın dadını çıxardın. Necə oldu asan könüllüsü oldunuz? Siz bugün Günel Əkbər görürsünüz, amma bu Günel Əkbər bir günün nəticəsi deyil. İllərin könüllü fəaliyyətlərindən toplanan əzmkarlığın, çox çalışmağın nəticəsidir. Hər vaxtınız xeyir əziz könüllü sən verilişinin izləyiciləri. Biz yenidən efirdəyik. Mən Rəsul İbrahimov ilə. Əziz gənclər, bir məlumatı diqqətinizə çatdırmaq istəyirəm. 15-26 yaş aralığındasınızsa və könüllü olmaq istəyirsinizsə, bizə həm sosial media platformalarımızla, həm də portal asanvolunteers.az saytımız vasitəsilə müraciət edə bilərsiniz. Layihə və ideyalarınızla bağlı təklifləriniz olarsa, info@asanvolunteers ünvanına göndərməyinizi sizə tövsiyə edirik. Sosial mediada milyonların diqqətini çəkən, amma əslində hər gün sinifdə həyat dərsi verən bir müəllimə bugün qonağımızdır. Aslanlarımın Günel Əkbəri. Xoş gəlmisiniz Günel xanım, necəsiniz? Təşəkkürlər, xoş gördüm. Bu studiyada zənnimcə yaxşı olmamaq mümkün deyil. Günel xanım, bilirəm ki, siz də asan könüllüsü olmusunuz. Ona görə ilk sualımı belə vermək istəyirəm ki, necə oldu asan könüllüsü oldunuz və bu fəaliyyət sizin həyatınıza nələr qatdı? 2015-ci ildə mən artıq universitetin 4-cü kurs tələbəsi idim və o vaxt yəqin ki, eşitdik hardansa ki, asan xidmətin belə bir təklifi imkanı var bizim üçün. Və mən heç tərəddüd etmədən bu könüllülük proqramına qoşuldum. Ümumiyyətlə, mən qarşıma hər çıxan tələbəyə bunu tövsiyə eləyirdim ki, zamanında, indi də bütün imkanınız olduğu qədər bütün könüllü fəaliyyətlərdə iştirak edin. Çünki könüllü fəaliyyətlər bizim bu günümüzü inşa eləyən o təməl daşlardır da, belə deyim. Siz bugün Günel Əkbər görürsünüz, amma bu Günel Əkbər bir günün nəticəsi deyil. İllərin könüllü fəaliyyətlərindən toplanan, eyni zamanda əzmkarlığın, nə bilim, çox çalışmağın nəticəsidir. Və dolayısıyla o vaxt müraciət elədim və Asan Xidmət bizi könüllü olaraq qəbul etməmişdən qabaq bizə yüngül bir sınaq tapşırığı verdi. O sınaq tapşırığını keçdim və o tapşırığı həll eləyəndə artıq mən bildim ki, mən asan könüllüsüyəm. Və 4 ay ərzində bir ailə kimi 2 sayılı asan xidmətdə mən könüllü olmuşam. Fəaliyyətimizi davam elətdirdik. Oradan olan dostlarımızla hələ də ünsiyyətimiz var. Yəni mənim üçün çox produktiv və eyni zamanda dəyərli bir dönəm olub. Çox gözəl. Günel xanım, fərqli tərzdə dərs keçmə ideyası sizdə necə yarandı? Açığı siz indi sual verirsiniz, fərqli tərzdə dərs. O prosesin içində olan da mən bunun fərqli olduğunun fərqində deyiləm. Çünki bir necə çay axdığının fərqindədirmi düşünsək? Mən fikirləşirəm ki, bu belə də olmalıdır. Bir də biz bəzən öz yaradıcılığımızı, öz ideyalarımızı başqalarından qabaq özümüz boğuruq. Özümüz onun qarşısına sədd çəkirik və sanki coşqun bir çay kimi axmağı istəyirik, amma özümüzə axmağa icazə vermirik. Müəyyən fərqli istiqamətlərə yönəlməyə icazə vermirik. Ya fikirləşirik ki, vaxtımız yoxdur, ya özümüzü əziyyətə salmaq istəmirik, ya anamız, atamızın icazəsi yoxdur deyə, ya qohum-əqraba nə deyər deyə öz istedadımızı, öz potensialımızı elə bir ki, içimizdə saxlayırıq, boğuruq dolayısıyla. Və bu enerji bizi içdən-içə tükədir, məhv eləyir. Ona görə imkanımız olduğu təqdirdə mütləq şəkildə mən düşünürəm, əgər enerji varsa, onun çölə çıxmağına, onun sizə yol açmağına icazə verməyiniz lazımdır. Dərs zamanı da mən hər hansısa bir mövzunu izah eləyirəm məsəl üçün. Bugün bizim mövzumuz gəlir, xərc və qazanc idi riyaziyyat fənnindən. Kifayət qədər çətin bir mövzudur. Mən baxdım ki, uşaqların bunu qavraması asan deyil.
nə edə bilərəm? Tez rollu oyun elədim. Uşaqlardan birini topdan mal satan bir ticarətçi etdim. Digərini alıcı etdim. Onun bir öz mağazası var. Yəni ki, dərsi həyatla əlaqələndirəndə uşaqlar daha yaxşı öyrənir. Amma bu təkcə bu öyrənmə xüsusiyyəti təkcə uşaqlara aid deyil. Bizdə də belədir. Biz yaşımız neçə olur olsun, yeni bir şey öyrənəndə onu o vaxt yaxşı öyrənirik ki, əvvəlki biliklərimizlə onu əlaqələndirə bilirik. Yəni dolayısıyla bu fərqli üsullar da mənim içimdən gələn o fısıltılara qulaq verməyim, onları eşitmək istəməyimin nəticəsində yaranır. Yəni bu günlər öncədən düşünülmüş, planlaşdırılmış bir səhnələşdirilmiş bir səhnəcik olmur. Bəli. Və işimizə yaradıcılığımızı qatanda daha effektiv nəticələr əldə edirik həmişə. Mən sizi təqdim edərkən Aslanlarımın Günel Əkbəri deyə təqdim elədim və sual vermək istəyirəm ki, nəyə görə Aslanlarım? Aslanlarım adı necə yarandı? Açığı bunu mən demək olar ki, heç yerdə deməmişəm. İndiyə qədər bir xeyli müsahibədə olmuşam. Amma heç vaxt bu sualı cavablandırmamışam. Aslana baxanda gözünüzün qarşısında nə canlanır? Çox güclü bir idarə edici. Belə üzünə baxanda nəyə oxşadırsınız, nəyə bənzədirsiniz? Aslanın tükləri var, üzü. Günə baxana bənzədirsinizmi? İndən sonra deyəsə bənzədəcəm. Aslan və Günəbaxan ümumiyyətlə bir-birinə yaxın olan məhfumlardır. Biri bitkilər aləmində, biri heyvanlar aləmində. Böyük ehtimal ki, o mənim beynimə uşaqlıqdan bəri güc simvolu olaraq yox, sadəcə liderlik simvolu olaraq, idarə edən bir simvol olaraq mənim beynimə işləyib. Və mən həmişə inanıram, bunu, yəni səmimi qəlbdən bunu deyirəm həmişə uşaqlara ki, mən bilirəm və buna əminəm ki, bu sinifdə oxuyan hər bir şagird dünyanın gələcəyinə müsbət və ciddi mənada təsir göstərəcək. Yəni mən inanıram ki, mənim qarşımda oturan şagirdlər ola bilər bugün üçün bu mövqedə şagirddirlər. Amma 15-20 il sonra mən onları qürurla xatırlayacağam və deyəcəm ki, o şəxs mənim şagirdim olub. Və mən bugün də o uşaqlarla ünsiyyət quranda çalışdığım qədər onlara uşaq kimi yox, böyük şəxsiyyət kimi, fərd kimi, yenə deyirəm, 10 il, 20 il sonra dünyanın gedişinə yön verən, istiqamət verən bir şəxs kimi davranmağa çalışıram. İndi nə dərəcədə buna nail ola bilərəm, bilmirəm, amma ən azından hər gün o sinifə addım atanda amalım, məqsədim bu olur. Dolayısıyla mən aslanlarıma bir gün dünyanı müsbət mənada daha gözəl bir yer etmələri üçün onlara belə deyək də, indidən onların beyninə o toxumları əkirəm ki, siz idarə edən, nüfuzlu şəxslər olacaqsınız, siz həyata müsbət mənada çox güclü təsir göstərəcəksiniz, təkcə özünüzün yox, eyni zamanda ətrafınızdakı insanların da məsuliyyətini daşıyacaqsınız. Görək necə olur. İlk dəfə viral olanda nə düşündünüz? Mən məşhur oldum artıq, yoxsa? Yox, elə bir duyğu, yəni düşünüm, maraqlı sualdır. Elə bir şey olmayıb. İlk dəfə mən hava limanındaydım, uçuş edəcəkdim. Onda hava limanının əməkdaşlarından biri dedi, siz Aslanlarımın müəllimisiz. Onu deyəndə mən çox qürurlandım. Onda hiss elədim ki, onda hətta atam da mənim yanımdaydı. Günel, səni tanıdılar. Yəni, onda qürurlandım. Amma ona görə qürurlanmadım ki, məni hamı tanıyır. Atamın yanında məni hamının tanıdığı üçün bəlkə də qürurlandım. Kiminsə məni tanıdığı üçün qürurlandım. Əslində biz nə qədər böyüsək də, həmişə içimizdəki o balaca uşaq yaşayır və İstənilən bir halda öz atamızı, anamızı, valideynlərimizi, qohum-əqrabamızı sevindirəndə o içimizdəki balaca uşaq da sevinir. Yəni biz bir növ onları sevindirmək üçün yaşayırıq. Demirəm bu doğrudur. Hər kəsə öz həyat yolunu yaşamağı arzu eləyirəm. Amma indi biz belə
belə böyüdülmüşük. Valideynlərimizin sevinci üçün öz belə deyək də sevincimizin üstündən xətt çəkə bilən bir nəsil olaraq böyüdülmüşük biz 90'lar. Amma ümid eləyirəm ki, bugünün gəncləri də həm valideynlərinin könlünü xoş eləyərək, həm də öz yollarına belə qürurla addım ata bilərlər. Şagirdləriniz sizi sevirlər həqiqətən də, bu bəllidir. Bəs qorxu necə, varmı? Qorxusuz həyat varmı? Yoxdur. Məncə də yoxdur və olmamalıdır. Ümumiyyətlə, hər duyğu öz ziddini də mövcudluğu ilə daha güclü olur. Sevgi nifrətin mövcudluğu ilə daha da güclənir. Kədər sevincin mövcudluğu ilə daha da güclənir. Biz baxın, sevdiklərimizi bir gün itirmə qorxusu ilə yaşayırıq. Yəni zirvədə olanda düşmək qorxusu ilə o zirvədə dayanırıq. Yəni yaz gələndə qış qorxusu ilə, qış gələndə yazın ümidi ilə. Yəni biz həyatın təməlində o yin-yang belə deyim də müsbət və mənfi olmalıdır ki, mən qorxunu mənfi bir duyğu olaraq adlandırmaq istəmirəm. İtirməkdən qorxmaq müsbət mənada bizə xidmət eləyir. Yəni mən istəmirəm ki, uşaqlar mənim qəddarlığımdan, mənim onlara hər hansısa bir pis yanaşmamdan qorxsunlar. Gördüyüm qədərilə uşaqlarımın əksəriyyəti məni itirməkdən qorxduğu üçün qaydalara daha çox riayət edirlər. Təbii ki, düzgün, əlverişli bir mühit yaratmaq üçün o mühitdə ilk növbədə nə lazımdır? Qaydalar. Qaydalar qoyulmalıdır və qaydaları biz uşaqların diqqətinə çatdırmalıyıq. O qaydaları pozarıqsa bizi nə gözləyir? Cəzalar. Bu cəzadan məncə hamı qorxsun, qorxmalıdır yəni. Əgər hazırda qarşınızda bir seçim olsa, müəllimə olaraq qalmaq və ya influencer olmaq, hansını seçərdiniz? Çox maraqlı bir sualdır. Mən özümü influencer adlandırmıram. Niyə? Çünki mən əslində hamımız elə influencerıq bəlkə də. Nə mənada? Çünki həyat yolumuzda başqalarına necəsə ilham oluruq, istiqamət veririk. Bəzən özümüz bilə-bilə, bəzən də özümüz istəmədən. Amma müasir o influencerların fərqi bundan ibarət ki, onlar məqsədyönlü şəkildə bu prosesi həyata keçirirlər. Amma biz müəllimlər elə əzəldən müəllim fəaliyyətinin təməlində başqasına ilham olmaq, qarşındakı insana istiqamət yol göstərmək, nümunə olmaq dayanır. Dolayısıyla mənim sadəcə elədiyim öz fəaliyyətimi paylaşmaqdır. İndi bunu siz influencerlıq olaraq adlandırırsınız və görürsünüzsə bir şey deyə bilmərəm. Amma mən müəllim olmağı anamdan sevmişəm. Müəllim olmağı qarşıma çıxan, həyatıma istiqamət verən müəllimlərimdən sevmişəm. Və bilirəm ki, nə olur olsun, müəllimlik elə bir peşədir ki, heç bir halda dünyanın ən yüksək məvacibini alsam belə, bu yaxşı fəaliyyətin qarşılığı ödənə bilməz. Yaxşı bir müəllimin haqqını sən heç nə ilə ödəyə bilmərsən. Və müəllim olaraq fəaliyyət göstərən, ömrünü bu peşəyə adayan insanlar da ən başından bunu bilirlər. Dolayısıyla bizim gözləntimiz heç vaxt qarşımızdakindən öz əməyimizin qarşılığını almaq olmayıb. Sadəcə o dönəm üçün ətrafımıza yaxşı örnək olmaq, insanlara yaxşı influencer olmaq, sosial medianın olmadığı dönəmlərdə də. Yəni, əgər ki, sualın cavabını ümumiləşdirsək, mən öz peşəmi seçərəm. Amma yenə deyirəm, biz hər birimiz əslində doğuşdan həm müəllimik, həm də şagirdik. Əgər biz bir obraza tutunub qalsaq, mən müəlliməm desəm və yaxud da ki, mən rəhbərəm desəm, o peşənin bizdə formalaşdırdığı xarakterimizdə belə biraz aşınmaya gətirib çıxara bilər, egomuzu yüksəldə bilər, anlayışımızı aşağı sala bilər. Yəni dolayısıyla biz olduğumuz hər nöqtədə əgər müəllimiksə, eyni zamanda şagird olmağımızı da qəbul eləməliyik. Və şagirdlərimizin də bizə müəllim olmağını qəbul eləməliyik. Məncə bir müəllim olaraq əgər uğurun sirrini soruşsaydınız nədir? Deyərdim ki, budur. Müəllimlər əgər içlərindəki şagirdi unutmursa və şagirdlərinin içindəki müəllimi görə bilirlərsə, onlar uğurlu müəllim ola bilərlər. Deməli, həm sinifdə, həm də sosial mediada aktiv olmaq. Bu, demək olar ki, iki fərqli həyat deməkdir. Siz bunun hansı çətinliklərlə üzləşmisiniz?
birincisi çox yüksək enerji tələb eləyir. Çünki siz elə bil ki, iki iş görürsünüz eyni zamanda. Amma hansı iş asandır ki? Və bir də var ki, işi iş kimi görürsünüz. Bir də var, o proses sizə zövq verir. Məsələn, mən bunu bir neçə dəfə demişəm dostlarımın, ailəmin yanında. Mən müəllimliyi bir iş olaraq heç vaxt görməmişəm. Bu mənim üçün xoş bir prosesdir. Məsələn, hər ay bizim maaşımız bizim kart hesabımıza yüklənəndə bizə bildiriş gəlir. Sizi inandırım ki, dəfələrlə məndə bax belə bir hal olub demişəm, bu nəyin puludur gəlib. Yəni bu nə dərəcədə inandırıcı gəlir, mən indi deyirəm sizə, bilmirəm nə dərəcədə bu inandırıcıdır, amma doğrudan mən belə hiss edirəm. Yəni heç bir halda sevərək eləyirsiniz işinizi. Hər gün mən o sinifə, məktəbə addımımı atanda mən fikirləşmirəm ki, ay Allah, bu bir ay gəlib qutarsaydı, mən tez maaşımı alsaydım. Yəni onsuz da maddiyyat xatirinə görülən heç bir iş insanların ruhuna toxunmaz. Mən fikirləşirəm ki, əgər bugün şagirdlərim məni sevirsə, biraz böyük çərçivədən baxsaq, xalqımızın bir hissəsi məni sevirsə, demək onlar mənim ruhumu görə biliblər. Bəs çətinliyi nədədir bunun? Sosial mediada paylaşım etməyin. Biz elə bil ki, insanlara açıq bir pəncərə veririk və o pəncərədən bizə istənilən bir daş ata bilərlər, sümbül ata bilərlər, gül ata bilərlər, yumurta ata bilərlər və sən durub deyə bilmərsən ki, niyə bunu mənə atırsan? Çünki sən bu icazəni onlara vermisən, özünü paylaşaraq. Təbii ki, təhqirlə irad arasında çox böyük bir fərq var. Amma yenə də kimsə mənə irad bildirəndə, mən heç vaxt o iradları bəzən görürəm, paylaşım eləyən insanlar naxoş şərhlər gələndə tez onu silirlər. Mən heç vaxt silməyi seçməmişəm. Çünki fikirləşmişəm ki, əgər mən paylaşmaq azadlığımı edirəmsə, o da istədiyi bir şərhi yazmaq azadlığına sahibdir və bunu eləyə bilər. Niyə mən onu silim? Əgər ki, çox ciddi bir səhvə yol vermişəmsə və çox insan orada məni şiddətli şəkildə qınayıbsa, demək ki, mən doğru eləməmişəm. Bunun da cavabı üzr istəyirəm. Yəni ki, bu üzr istəmək, səhv eləmişəm demək çox da çətin deyil. Yəni mənim üçün ən azından çətin deyil. Çünki hansımız robotuq ki, istənilən bir işdə əgər insan varsa, səhv də olacaq, əgər yaşayan bir canlı varsa orada problem də olacaq. Yəni dolayısıyla çətinliyi bundan ibarətdir. O şərhlərin qabağında dayanmaq, ruhdan düşməmək və müəyyən mənada anlayışsızlıqla üzləşmək biraz da bizi, yəni müəllimləri yora bilər və sosial mediadan gələn anlayışsızlıq daha məqbuldur, qəbul olunandır, ondan mübarizə apara bilirik. Çünki sosial mediada olan anlayışsızlıq bizim birbaşa tanıdığımız şəxslər tərəfindən bizə ünvanlanmır. Dolayısıyla biz o iradı, anlayışsızlığı çox da içsəlləşdirmirik də, özümüzdən kənarda saxlayırıq. Amma tanıdığımız insanlar tərəfindən işimizə hər hansısa bir qüsur tutulanda, irad tutulanda, lap səhv eləmişik. Bəlkə səhv eləməmişik, amma o insan bizə irad tutur. Onda biraz kədərlənirik. Yəni mən onda çox kədərlənirəm. Belə həyatdan küsürəm. Hərdən mənə deyirlər ki, sən necə belə enerjilisən? Deyirəm, əslində heç də elə enerjili deyiləm. Sadəcə bacardığım qədər müsbət enerji və aura ötürməyə çalışıram ətrafıma. Dediyiniz kimi sosial medianın elə bu yönü var ki, siz müsbət rəy aldığınız kimi mənfi rəylər də alırsınız və sizə olunan əsaslı tənqidlər varmı? Çox yaxşı bir nöqtəyə toxundunuz. Bunu mən çoxdandır demək istəyirdim, elə fürsət bu olsun. Hərdən mənə deyirlər ki, uşaqlarla təması biz valideyn olaraq bəyənmirik, öz valideynlərimdən söhbət getmir, izləyicilərdən və yaxud da ki, uşaqlar məni qucaqlayır, mən onları qucaqlayıram. Şərhlərdə belə yazırlar ki, biz bunu düzgün hesab eləmirik, uşaqlarla bu qədər təmas olunmamalıdır. Haqlıdırlar. Amma hansı nöqtədən baxanda? Əgər uşaq sizin onu qucaqlamanızı istəmirsə, mən müəllim olaraq, müəllim mövqeyindən çıxış edirəm, uşaq mənim ona toxunmamı və qucaqlamamı istəmirsə, mənim zorla onu qucaqlamam, toxunmam, bu yol verilməzdir. Heç bir halda bu yol verilməzdir. Amma uşaq özü səni qucaqlamaq istəyirsə və sən ona deyirsən ki, yox bala, çəkil, təmas eləmək olmaz. Bu, yəni artıq o uşağın emosional bağına zərər vermək deməkdir. Məsələn, öpmək məsələsi, mən heç vaxt şagirdlərimi öpməmişəm indiyə qədər. Bunu
biraz doğru hesab eləmirəm. Demirəm bu səhvdir. Mən bununla bağlı heç bir akademik datam yoxdur, sizə təqdim eləməyə bir mənbəm yoxdur. Amma şəxsən öz içimdə düşünürəm ki, müəllim-şagird sərhəddini biz onunla biraz poza bilərik. Kim bizi öpə bilər? Anamız, atamız, xalamız, dayımız, bibimiz və s. Amma müəllim artıq o öpücüyü o uşağın yanağına qonduranda artıq müəllim biraz müəllimlikdən çıxmış olur. Daha çox yaxınlaşır ailə belə deyək də dairəsinə. Mən istəmirəm elə olsun. Yəni dolayısıyla bunu haqlı tənqid olaraq qəbul edirəm. Amma burada yaşın da çox önəmli bir nöqtəsi var. Yəni çox önəmli bir faktordur yaş. Uşağımızın yaşı neçədir? Şagirdlərimiz neçə yaşlıdır? Məsələn, mən universitetdə də tədris aparıram. Təbii ki, mən universitet tələbələrini gedib hər dəqiqə qucaqlaya bilmərəm. Və yaxud da ki, yeniyetmələrlə iş zamanı xüsusi diqqətli olmaq lazımdır. Yəni, bu bir pedaqoqun, bir müəllimin o situasiyadakı problem həll etmə və sürətli qərar vermə qabiliyyətindən asılıdır. Kameranı söndürdükdə, kamera arxasında Günel xanım necə bir insandır? Bu kameranı yoxsa sinifdəki kameramı? Sinifdəki kameranı deyək. Baxın, mənə hərdən sual verirlər. Deyirlər ki, sən necə ağıl eləyirsən video çəkməyi? Deyirəm ki, bizdə bax, proses axış. Mənim bütün həyatım, bütün, necə deyim, sinifdəki dərs prosesi bir axış kimidir. Bir çay necə axır? Baxın, eyni elə davam eləyir. Sadəcə mən kameranı müəyyən bir hissəyə qoyuram. O bizim tədris prosesimizə heç bir halda mane olmur və mane ola bilməz. Və sizi inandırım ki, mənim şagirdlərim o qədər açıq sözlüdür ki, onlar əgər bu prosesə mane olsa, birbaşa o iradı mənə bildirərlər. Məsələn, o iradlardan bir neçəsini istəyirəm sizə nümunə çəkim. Mən bir dönəm müəllimlərin enerjisi tez-tez tükənir və bizə enerjimizi bərpa eləməyə nə kömək eləyir? Təbii ki, kofe. Mən kofe belə içirəm, baxıram boğazım quruyub, su əvəzinə kofe içirəm. Uşaqlarımızdan biri dedi ki, mənə, müəllimə, o kofenin isi mənə pis təsir eləyir. Və mən odur budur, sinifdə kofe içmirəm. Bu iraddır. Və mən, bu haqlı iraddır. Yəni ki, bu əgər qoxusu ilə bu uşağa təsir eləyirsə, deməli, bunu eləməyim düzgün deyil. Sonra digər bir iradımız, məsələn, dərs vaxtı kimsə sinifə daxil olur, indi nəsə sənəd işi olur, nəsə yazırıq, veririk və s. və ilaxır. Orada 1-2 dəqiqə belə bir yubanma baş verir də. Uşaqların reaksiyası onda nə olur? Dərsimizin vaxtından getdi. Yəni mən sizin diqqətləri yayınır həm də. Diqqətlərinin yayınmağından da ziyadə, diqqətləri yayınsaydı o keçən 1-2 dəqiqə onlar üçün əyləncə olardı. Diqqətləri yayınmır. Sadəcə onlar o itən 1-2 dəqiqəni böyük hesab eləyirlər ki, doğrudan da böyükdür. Yəni onlar fikirləşir ki, sonra mən dərsdə olmadığım günlərdən birində başqa bir müəllim yoldaşımız əvəzə gəlib, nəsə uşaqlara nəsə gəlin bir iş görək deyib. Uşaqlar tez ona irad bildiriblər ki, müəllimə, dərsimizin vaxtından aparır bu bizim, bunu eləyə bilmərik, dərs vaxtıdır. Yəni, dolayısıyla uşaqların haqlı iradlarına qulaq asmaq və onlar bizə elə bil ki, ətrafımız odla əhatələnibsə, od pisdir deyə bilərik. Yox. Çünki yəni biz bu gerçəklikdə, bu reallıqda yaşamalıyıq da. Onun bizi istiqamətləndirməsinə icazə verməliyik. Mən əgər əlimi bu tərəfə istiqamətləndirsəm və od məni yandırsa, mən oradan çəkilməliyəm. Uşaqların da haqlı iradları və yaxud da ki, böyüklərin də haqlı iradları varsa, mütləq şəkildə onlara qulaq verilməlidir deyə düşünürəm. Günel xanım, heç olub ki, paylaşdığınız videoya görə məktəbdə irad bildirilsin? Bəli, olub. Bizdə şagirdlərimizin birinin dişi laxlayırdı. Mən o dişi dərsdə çıxartdım. Və buna görə mənə biraz hisslənmişdilər. Mənə xəbərdarlıq edildi ki, bu doğru hərəkət deyil də. Yəni sizin bunu eləməyiniz, bunu eləmək üçün diş həkimləri var və həqiqətən də haqlıdırlar. Yenə deyirəm, haqlı irada hər zaman boynumuz qıldan incədir. Bəli.
Amma o situasiyada mən əlimdə olan ən yaxşı əlimi dezinfeksiya elədim, tutalım spirtlə, pambıqla şey götürdüm. Amma bilirsiz, yenə deyirəm, uşaqlarla işləmək elə bir prosesdir ki, sən baş verən hadisəni dayan burada gözlə, mən gedim kimisə çağırım, kömək istəyim deyə bilmirsən. O anda o məsələyə birbaşa müdaxilə edib həll eləməlisən. Məsələn, o diş çıxarılmada necə olmuşdu? Biz riyaziyyat dərsində idik. Aslanımın dişi orada laxlayıb və o dili ilə o dişlə oynayır. O onu narahat eləyir və gəldi mənə müəllimə çıxardın. Yəni ki, mən artıq ona necə deyim ki, çıxartmıram. Bəlkə də deyə bilərdim, bilmirəm. Yəni yenə deyirəm, bu iradə haqlı olaraq qəbul elədim o dönəm. Göyxan, gəlin biraz daha səmimi olaq, çünki izləyicilərimiz bunu sevirlər. Bu sualın cavabını təxmini bilirəm, amma yenə də vermək istəyirəm. Ən sevdiyiniz şagird var? Çətin bir sualdır deyəsən. Çətin bir sualdır, amma çox maraqlı bir məqamdır ki, bunu deyəndə yenə məni çox sosial mediadan izləyən əgər izləyicilərimiz varsa, mənim səmimiyyətimə inanacaqlar. Bütün sinif mənim gözümün qarşısında canlanır. Mən ümumiyyətlə sinifə bir parça olaraq baxıram. Yəni onun içindən bir şagird, mənə daha çox bağlı olan şagirdlər var. Bəli. Amma mənim xüsusi olaraq sevdiyim, məhəbbət bəslədiyim bir şagird yoxdur. Yəni hamısı mənim üçün bərabərdir. Bunu mən zamanında bunun analizini aparmışam. Mənə maraqlıdır ki, görən uşaqlar necə düşünür? Mən ən çox kimi sevirəm? Və uşaqlara belə bir qapalı bir anket elədim. Bir neçə sual, başlanğıcda isinmə sualı, can alıcı sual, növbəti sual belə oldu ki, müəllim sinifdə ən çox kimi sevir? Sizcə uşaqlar, mənim sinifimdə o dönəm 34 şagird var idi. 20 uşaq, baxın o datalar hələ də məndədir. 20 uşaq nə yazmışdı sizcə? Təxminən ki, hər kəs yazıb. 20 uşaq yazmışdı ki, məni. 20 uşaq, hər kəs özünü yazmışdı ki, müəllimim ən çox məni sevir. 7-8 uşaq, yəni o qalanlarını bəlkə yalan deməyim də unutmuşam. Bəziləri əlaçıların adını yazmışdı. Fikirləşirlər ki, müəllim ən çox əlaçıları sevər. Bir ikisi başqa uşağın adını yazmışdı. Mən sonra o mənə maraqlı gəldi ki, niyə o uşağın adını yazıb. Sonradan aydınlaşdırdım ki, o dostu olduğu üçün onun adını yazıb. Məsələn, siz öz dostunuzun adını yazırsınız ki, müəllim ən çox onu sevir. Amma siz əslində çox yaxın dostsunuz. Belə. Sevginizi bərabər paylaşdığınızın göstərgəsidir bu da bir növ. Yəni, nə yaxşı ki, belədir. Yəni, mən bunun əksini istəməzdim. Uşaqlar, siz, böyüklər hər şeyi unudar. Biz böyüklər biraz balıq hafizəliyik, belə deyim. Yaxşılıq da yadımızdan çıxar, pislik də yadımızdan çıxar. Amma uşaqlar unutmurlar. Uşaqlar xüsusilə də ilk o 6, xüsusilə də 0-6 yaş və sonraki 1-2 ili də nəzərə alaq. Bu da ibtidai sinif dönəminə təsadüf eləyir. O dönəmləri heç vaxt unutmurlar. Bəlkə də siz özünüz də xatırlayarsınız. O dönəm sizin başınıza sığal çəkən müəllimi də xatırlayarsınız. Bəli. Sizə qəzəblənən müəllimi də xatırlayacaqsınız. Çünki o dönəm bizim emosional olaraq bütünlüyümüzün inşa olunduğu bir dönəmdir. Dolayısıyla o dönəmdə gördüyümüz hər bir rəftar bizim o elə bil ki, insanı bir qala kimi təsəvvür eləsək, o bizim bünövrəmizdə yer alıb və heç vaxt o silinməyəcək, getməyəcək. Və mən bunun fərqindəyəm. Dolayısıyla mən buna uyğun davranıram. Amma xüsusi olaraq sevdiyim bir uşaq var və mən onu çalışıram, gizlədim. Nə yaxşı ki, yox. Amma yenə deyirəm, məni çox sevən deməyim, hamısı sevir. Ürəkdə mənə bağlı olan bir şagirdim olub indiyə qədər. O şagirdimin bağlılığını hardan bilmişəm? Mən dərs izah eləyirəm və mən böyük ehtimal susamışam. O mənim boğazımın belə qovuşduğunu bildiyi anda mənə su gətirib. Baxın, mən su istəməmişəm, mən heç nə deməmişəm. O gətirib o suyu ora qoyanda mən anlamışam ki, mən əslində su istəyirəm. Məsələn, çölə çıxmışıq, mənə soyuqdur, mən üşüyürəm. O uşaq görmüşəm ki, tez mənim şalımı gedib sinifdən gətirib. Sizdən daha çox düşünür. Bəli, bax, belə bir şagirdim olubdu. Ən dəcəl şagirdiniz indi siz izləsəydi, ona nə deyərdiniz? Bir neçə şagirdim burada məni izləyirsə əgər.
Onlara demək istəyirəm ki, uşaqlığınızın dadını çıxardın. Ola bilər biz müəllimlər, valideynlər müəyyən mənada sizə hirslənə bilərik. Amma siz bizə fikir verməyin. Siz öz uşaqlığınızın dadını çıxardın. Çünki bir də bu dəcəlliyi eləmək imkanınız olmayacaq. Nə qədər fürsətiniz var, ətrafınıza zərər verməmək şərti ilə təbii ki. Öz ərkönlüyünüzü atalarınıza, analarınıza qarşı və müəllimlərinizə qarşı eləyə bilərsiniz. Müəllim olmaq sizin üçün bir peşədir, yoxsa missiya? Bəlkə də hər ikisi, bəlkə də heç biri. Müəllim olmaq mənim üçün sadəcə yaşam tərzidir. Bu an üçün mən müəllimliyi öz yaşam tərzim hesab edirəm. Bəlkə ola bilər ki, 5 il sonra bu düşüncəm dəyişiləcək. Bəlkə ola bilər ki, 1 il sonra bu düşüncəm dəyişiləcək. Və mən o vaxt məqsəd qoymuşam ki, qarşıma nə vaxt ki, bu düşüncəm dəyişildi, mən müəllimlikdən öz ərzəmlə istifa edib gedəcəm. Ki, zamanında mən bunu bir dəfə eləmişəm. Müəllimlərin işə qəbulu imtahanı ilə mən müəllim olaraq işə qəbul olundum. 2 il fəaliyyət göstərdim. Sonra qərar verdim ki, mən təhsilimi davam elətdirməliyəm, mən magistrant olmalıyam. Öz ərzəmlə işdən ayrıldım və magistratura oxumaq üçün başqa bir ölkəyə yollandım. Qaydanda yenidən müəllimlərin işə qəbul imtahanına daxil oldum. Yəni, sözümü nəyə gətirəm? Bəzən sizə çox yaxşı gələn bir şey müəyyən bir nöqtədən sonra sizə yük ola bilər. Və o yük olduğu anda siz o yüklərinizdən azad olmalısınız. Çünki əgər yük olaraq onu çiyninizdə daşımağa qərar versəniz, onda nəinki özünüzə, bütün ətrafa da zərər verəcəksiniz. Sizcə bugünkü uşaqları daha çox nə formalaşdırır? Məktəb yoxsa telefon? Bugünkü uşaqları, ümumiyyətlə, hər dövrün uşaqlarını ən çox formalaşdıran şey nümunədir. Ata nümunəsi, ana nümunəsi, nənə nümunəsi, baba nümunəsi, müəllim nümunəsi. Yəni, biz bugün düşünə bilərik ki, uşaqlarımızın müəyyən davranışlarının səbəbi telefonu izləməklərdir. Yox. Buna sizin özünüz dəyişmisiniz və uşaqlar sizə baxıb nümunə götürüblər. Və onu da qeyd edeyim ki, Rəsul bəy, uşaqlar telefonla oynamağa çox da maraqlı deyirlər. Uşaqlar nə vaxt telefon istəyirlər? Ətraflarında onların zövqlərinə xitab etməyən, onların maraq dairələrinə uyğun olmayan, onları eşitməyən, dinləməyən bir mühit olanda. Telefon onlara qarşı belə deyim də, sən sus, danışma demir. Müxtəlif rənglərlə onun diqqətini cəlb eləyir. Biz valideynlər çox vaxt övladlarımızla vaxt keçirmək istəmədiyimiz üçün ən asan yolu seçirik, telefonu götürüb onların əlinə veririk. Yəni, mən düşünmürəm ki, burada telefon bizim uşaqların seçimidir. Telefon məhz valideynlərin öz istirahətlərini təmin etmək üçün bir çıxış yoludur. Sizcə bir müəllim həqiqətən bir uşağın taleyini dəyişə bilərmi? Bəli, dəyişə bilər. Və onu da deyim ki, çox vaxt elə uşağın taleyini dəyişən müəllim olur. Məndə də belə olub. Amma bu hər zaman yaxşı müəllim olur və yaxud da ki, pis müəllim olur. Bunu demək çətindir. Bəzən müəllimlərimiz öz o anda etməli olduğu pis davranışlarıyla, pis davranış deməyim, kobud rəftarlarıyla bizi istiqamətləndirə bilərlər. Bəziləri nəvazişləri ilə bizi istiqamətləndirə bilərlər. İstənilən halda müəllim istiqamət verici, hərəkət verici, yol göstərici bir işıqdır, belə deyim. Məsələn, belə hekayə bəlkə çox eşitmisiniz. Deyirlər ki, müəllim o vaxt mənə dedi ki, səndən heç nə olmaz. Mən getdim, oxudum. Sonra getdim, ona dedim ki, bax müəllimə, mən belə olmuşam. Belə hekayələr çox eşidirik. Yəni, bu bir daha özü-özlüyündə sübut eləyir ki, müəllimin nümunə olmağı çox önəmlidir. Əgər bütün şagirdləriniz indi sizi izləyirsə, onları bir cümlə nə demək istəyərdiniz? Demək istəyərdim ki, nə yaxşı ki, bu yola mənimlə addımlayırsınız. Sizin varlığınızla sözün əsl mənasında qürur duyuram. Hər birinizdən bəzən elə gözəl şeylər öyrənirəm ki, siz özünüz belə bunun fərqində deyilsiniz. Siz nə vaxt fərqində olacaqsınız? İllər keçəcək, siz özünüz başqa insanların həyatına təsir eləyəndə anlayacaqsınız ki, siz də sizdən balacalardan nəyisə öyrənə bilərmişsiniz. İndi mən sizə suallar verəcəm və sizdən qısa və düşünmədən cavablar istəyirəm. Sizcə, sərt müəllimə yoxsa sevilən müəllimə? Sevilən müəllimə. Telefon sizə görə qadağa yoxsa azad? Azad. Ən çətin dərs saatı? Sonuncu saat. Ən sevdiyiniz şagird tipi? Əzmli şagird. Çox gözəl. Bugün biz bir daha gördük ki,
müəllimlik sadəcə peşə deyil, həqiqətən bu insanların həyatına toxunmaqdır. Mən sizə səmimiyyətiniz və cəsarətiniz üçün təşəkkür edirəm. Gəldiyiniz üçün də təşəkkür edirəm. Mən də sizə dəvətiniz üçün təşəkkür edirəm və ümid edirəm ki, könüllü fəaliyyətlər bir zamanlar mənim həyatıma toxunduğu kimi, bundan sonra da neçə-neçə gəncin həyatına müsbət mənada toxunuş edər. Ümid edirik ki, sizin kimi müəllimlərin sayı bundan sonra daha da çox olacaq. Bax belə əziz izləyicilər, qonağımız bütün Azərbaycanın sevdiyi Günel müəllimə idi. Unutmayaq, peşəkar müəllim sadəcə dərs öyrətmir, həm də gələcəyi formalaşdırır. Daha bir könüllü sən verilişinin sonuna gəldik. Aparıcınız mən Rəsul idim. Hələlik.